Demək qızlar, sizə dünən dediyim bu bio ki var. Baxın, üzümdə nəmləndirici kremdən başqa heç nə yoxdur. Nə tonal var, nə gözaltı var, heç nə yoxdur. Amma üzümün təmizliyinə və parlaqlığına baxın. Rəsmən dəri fışqırır ki, mən sağlamam. Belə çox bəyənirəm. Bu bionu mütləq eləyin. Hətta onu deyim ki, mən çox makyajdan istifadə etdiyim üçün toylarda da, yəni gündəlik həyatda ümumiyyətlə etmirəm. Toylarda çox makyajdan istifadə etdiyim üçün bu hissələrimdə qəribə şəkildə belə quruluq var idi, aşırı dərəcədə quruluq var idi və mən saleridən çox istifadə etdiyim üçün də bu ola bilər. O biodan sonra və onun üzərindən vurduğu peelingdən sonra nə burada o quruluq qalıb. Baxın, par yanır da, yəni bir highlighter olmuşum. Nə də ki o qara nöqtələr.